Ya Allah, Bismillahirrahmanirrahim. Allahın salamı olsun ələ salamın aşıqların üzərinə. Şükürlər olsun Allaha ki, Məşəd və Kərbəla zəvvarlarımızla artıq ələ salamın evinə daxil oluruq. Esselamu aleykə ya əmirəl müminin. İnşallah bu gördüyünüz sol tərəfdə kiçik olan xırda otaqlar ələ salamın oğlu İmam Həsən və İmam Hüseyn salamın otağıdır ki, zəvvarlarımız da ziyarət edəcəklər inşallah. Keçirik bu birisi tərəfə. Bura İmam Həsəndən İmam Hüseyn əleyhissalamın otağıdır. Keçin ziyarət edin, gəlin bu tərəfə. Bu gördüyümüz yer isə Həzrət Əli əleyhissalam zərbətlənəndən sonra İmam Həsən və İmam Hüseyn əleyhissalamın tərəfindən gətirildi bu yerə və Əli əleyhissalam şəhadətə yetəndən sonra ağanın qüsullandığı yer bu yerdir, cənazə qüsulu verilən yer. O kiçik xırda otaq isə Həzrət Əli əleyhissalamın kəfənləndiyi otaqdır. Allah Əli əleyhissalamın qatili başda olmaqla, İbn-i Mülcəm başda olmaqla Allah bütün əhl-i beytin qatillərinə əbədi lənət eləsin inşallah. Və bu gördüyünüz, daha doğrusu görəcəyiniz yer inşallah Həzrət Əleyhisselamın quyusudur. Ki Əli Əleyhisselamın evinin quyusu bu yerdir. Bu tərəfdə olan otaqlar isə daha o tərəfə keçə bilmirik. Həzrəti Əli Əleyhisselamın xanımı Ümmülbənin və qızı xanım Zeynəbin və Həzrəti Əbəlfəzağanın otaqları da bu istiqamətdədir. Allah hər bir şəxsə Əli əleyhissalamın müqəddəs evinin ziyarətini nəsib eləsin. Uğur Telev və şirkət olaraq hər bir zaman xidmətinizdəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.